Elə tikinti şirkətləri var ki, təsdiq edilən layihələrə tikinti zamanı müəyyən dəyişiklik edir. Bunlardan vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Üstəlik, həmin şirkətlərlə bağlı mənzilləri 2-3 və daha çox şəxsə satması ilə əlaqədar cinayət işləri qaldırılıb. Bu fikirlər Milli Məclisin plenar iclasında səsləndirilib. Bundan başqa mövcud tikinti obyektinin torpaq sahəsində, yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazət tələb olunmayacaq. Xidməti və mülki silah, diplomatik xidmət və digər qanun layihələri olmaqla ümumilikdə 7 məsələnin müzakirə olunduğu plenar iclasda millət vəkilləri digər təkliflərlə də çıxış ediblər. İstər Mənzil Məcəlləsində, istər Nazirlər Kabinetinin təsdiq etdiyi normalar var ki, mənzillərin ölçüləri daxili divarlar çərçivəsində və bəzi qurğular nəzərə alınmamaqla ölçülməlidir. Amma çox təəssüflər ki, bəzi şirkətlər var ki, onlar bunu tamamilə bu qaydalara zidd və qanunlara zidd olaraq həyata keçirirlər. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş və tikintisi başlamış çoxmənzilli yaşayış binalarda əgər vətəndaşlarla müqavilə imzalanıbsa hər hansısa bir mənzilə, o müqavilələr daşınmaz əmlakının Dövlət Reyestr Xidmətində ilkin qeydiyyata alınsın. Və bu da imkan verəcək ki, komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya, sonradan tikinti şirkəti heç bir dəyişiklik etməyəcək və vətəndaşın da hüquqları qorunacaq. Bu il keçən illə müqayisədə ölkədə mənzil tikintisi 36,5% azalıb. Tikinti şirkətləri müraciət edirlər ki, tikintiyə icazə almaq xeyli dərəcədə müşkül bir məsələyə çevrilib. 9 mərtəbəli, o 5 mərtəbəli binalar ki var, onların çoxunun binalara giriş qapıları da yoxdur və insanlar bundan da narahatlıq keçirirlər ki, saat 5-dən sonra hava qaralır və o binaların da qapıları yoxdur. Mən hesab edirəm ki, həmin binaların da tikinti şirkətlərinə verilməsinə çox böyük ehtiyac var ki, o 9 mərtəbəli, 5 mərtəbəli binalar tikilsin.